kartoşka ilə qatıq varsa, bunu hazırlayın. Dadına doyum yoxdur. Belə bir reseptlə sizlərlə bugün paylaşdım ki, bu mənim əlimdən çox tez-tez tutur. Yəni çox tez-tez hazırlayıram. O qədər olub ki, evə qonaq gəlib 15 dəqiqə düşünəndə ki, nə tez hazırlamaq olar. Bunu hazırlamışam, paylaşmışam və resepti istəyib gediblər. Lazım olan ərzaqlar sadə, bütün evlərdə olduğu kimi, yəni undur, yumurta, duru yağ, qatıq, süd. Burada məndə duz və qabartma tozu var. İstəyən soda da əlavə edə bilər. Başlayaq hazırlamağa. Qabı götürürəm. Sizə rahat olan belə dərin bir qab götürürük. Boş qab qatışdırmaq rahat olsun bizə. Bunları qoyuram kənara. Yəni acı duz, bunu hazırlamaq heç nədir. Hamısını belə qatışdırıb bişirmək heç nədir. Deməli, burada ilk qatığı tökürəm. Yəni fərq eləmir əslində ilk hansıdır. Qatıq vururamsa nəyəsə, soda ilə qabartmanı orada belə açım da, yəni açılsınlar. Bunları aparım. Milyon gəldi. Mən getdim, milyon gəldi. Gəl danış da, gəl qatışdır bunu. Qatışdırıram. Yağı əlavə edirəm, duru yağ. Hamısını qramlarla həmişə olduğu kimi videonun aşağısında sizlərlə paylaşacağım. Çox ərzaq getmir. Yağı da tökdüm. Yumurta, ağlı sarılı, bir dənə. Qatışdıra, hamısı yenə dediyim kimi, yəni çox reseptlərdə bir qabın içində hər şey baş verir. Çox qab bulaşdırmırıq. Milyon, gəl bura. Bunun da üzərinə un əlavə edirəm. Bunu da qəşəng qatışdırıram. Belə qəşəng massa alınır. Biskvit xəmiri kimi alınır. Bunu da qoyuram kənara. Kartuşkanı gətirim, təmizləyim. Bunu qatışdıra, hələ kənara qoymamışdan sobanı yandırın. Videonu sona qədər izləyin ki, belə balaca sirlərlə açıqlayacağım ki, dadlı olsun, qəşəng olsun. Və baxa-baxa hazırlayanda daha maraqlı olur. Elə bil mən sizin yanınızdayam. Mən deyirəm, yəni bir yerdə pişiririk elə bir kuxnada. Elə daha maraqlı olur. Ona görə yəni bunu belə qatışdıranda gedin sobanı da yandırın ki, soba isti olsun. Biskvit xəmirindən, yəni şirniyyat hazırlayanda biskvit necə olur xəmiri? Baxın, ondan biraz sıyıq olur. Bu qədər. Bunu qoyuram kənara, kartuşkamızı soyaq. Təmizləyim. Hə milli? Təmizləyə sonra keçək çəkilişə. Mən də belə balaca olduğuna görə 2 dənə götürdüm. Qaralanı götürüm. Bizə lazımdır kartuşkanı çox nazik doğramaq. Yəni nə kubik, nə uzunsov. İndi göstərəcəm, yaxından olar, göstər. Yəni nazik doğrayırıq ki, qəşəng bişsin. Belə. Bu nazikliyində hamısını doğramalıyıq. Mən bu şəkildə doğrayıram. Bu şəkildə. Bu kartuşka pirogu da adlandırmaq olar. Çox qəşəng, dadlı olur, sarımsaqlı, qatıqlı. Videonu sona qədər izləyin ki, görəsiz necə hazırlandı. Baxın, belə nazik doğrayırıq. Bu şəkildə. İndi qabımı da götürəm. Söylə bu qədər. Bu burada hazır. Kartuşka da burada. Kartuşkanı duzlamırıq, istiyotlamırıq, heç nə eləmirik. Qabımı gətirim. Pişirim səni, yandırım. Bu günləri milyonu pişiririk. Milyondan cizbız. Hə, düş qazdın, olmaz. Qorxulu deyərəm, səni mən. Çiğ yeyərəm səni. Belə bir qabdan istifadə eləyirəm. Bu boyda. Yəni bu masaya görə belə balaca qabdan istifadə eləmək tam normasıdır. Hə, milli? Gəl, deşim balım. Gəl. Ay, malacız. Gedik. Burada duraq. Hə? Niyə? Kömək eləyirsən? Kartoşka. Немножко. Kartoşka. Qoyun bura. Deşim balım. Çıxsın. Hə. Salam izləyicilərim. Abunə olub like qoymağı unutmayın. Bir dəxə əziyyət çəkirik. Hə, milli? Düzdür. Doğradığım kartoşkaları tökürəm qaba. Əlim qəşəng. Kartuşkalar qalanda korичневlaşır. Kraxmalı tündləşir. Belə. Bir də qatışdırırıq ki,
yatır aşağı asatka verir. Qatışdırıb tökmək lazımdır. Eləsən davam et. Töküm saxla. Çox tez hazırlanır, rahatdır. Yəni canınız çəkdi, acıdınız, qəşəng 5 dəqiqə qatışdırırsınız, tökürsünüz. Əsas evdə kartoşka varsa. Yəni bir kartoşkadır, bir də qatıq. Всё. Sobaya qoyursunuz, qəşəng göstərəcəm sizə necə dadlı kartoşka piroq alınır. Aparım sobaya. 20-25 dəqiqəyə hazır olacaq. Telegramın linkini paylaşacağım kommentdə. Oradan daxil olursunuz. Podpisasiya olursunuz mənə və hər gün məndən Milini orada görürsünüz. İstədiyiniz sualları mətbəx haqqında, milyon haqqında verə bilərsiniz. Yəni söhbət edə bilərik orada sizlərlə. Hə, milyon. Həm də ki, çox asan reseptlərlə bişirdiklərimi, gündəlik bişirdiklərimi çalışıram Telegram kanalımda, yəni paylaşıram sizlərlə. Like qoyun, bizə ürək qoyun. Həm də ki, abunə olun. Kartof piroqum hazır oldu. Baxın, qəşəng qızarıb. İçi qəşəng hamısı bişib, kartoşkalar da bişib. Ona görə deyirəm ki, kartoşkanı nazik doğrayın. Belə qəşəng yumuşaq olur, pişir. Onun üzəri üçün bizə lazımdır qatıq, sarımsaq, qatıqlı sarımsaq eləyəcəm. Şüd. Şüd dekor üçündür, qəşəng görsənsin. Əsas da ki, sarımsaqla qatıqdır. Bunun dadı lap super olmağına, yəni dadını daha da belə qabağa çıxardı, dadlı eləyir. Sarımsaqla qatıq. Sarımsaqla qatığımı qatışdırıram. Əzdim sarımsağı qəşəng. Göyərti yeyirsən, qoy doğrayım ili sonra. Bunu tökün bunun üzərinə. Milyon. Qoy doğrayım sonra. Piroqumun üzərinə qatığı tökürəm. Mili də bura gələndə coşur. Töküm. Hayasız. Coşub. Ay, boğazında qaldı. Aa. O burada göyərtini kim yiyir? Ona bax nə buydun ağzına son? Gəl doğrayım onun üçün. Qoyun bunu kənara. İşimiz dayanır. Gəl, gəl, gəl. Onu verirəm sənə, sənin olsun. Gəl doğrayım. Gəl doğrayım, ye. Yemək üçün doğrayırdım. Milyon üçün oldu. Bundan niyə tökürsən bura? Bax bu, uzun sizə bilin. Qatığı belə krem kimin üzərinə yaxıram. Hər tərəfi belə qəşəng, hər tərəfindən sarımsaqla qatıq olsun, hər yanı. Burada da məndə kərə yağıdır, bir də paprika. İkisini bir qəşəng kərə yağını əritdim, paprikanı tökdüm, qaçışdırdım. Üzəri üçün. Qalx ye, qalx ye. Молодец. Mənim işin olmasın. Sən öz işində ol, mən də öz işimdə. Yaxşı? Bunlar qalıb yeyirsən. Jukulasanı. İndi isə doğrayıram, bir yerdə dadına baxaq. Özünüz görəcəksiniz ki, necə mükəmməldir. Prosta gedin, bu videonu baxdınız, sona qədər izlədiniz. Gedin o kartuşkanı doğrayın, yəni tənbəlliyə vurmayaq da. Xırdalayın, tökün qaba. Həmin mən göstərdiyim kimi videonu, yəni əvvəldən sona qədər izləyin. Onu elin 5 dəqiqə heç vaxtınızı almayacaq. Yəni, zato axşam yoldaşınız gələndə uşaqlarınızla belə qeyri-adi bir yeməklə paylaşacaqsınız. Çox superdir. Yəni, və hazırlayandan sonra, yeyəndən sonra çox istərdim ki, kommentdə yazasınız, mənimlə paylaşasınız. Və mənim çox reseptlərimdən kimlər ki hazırlayır, yazırlar mənə çox xoş olur. Yəni, hər kəsə hazırlayıb yeyənə, hamıya nuş olsun. Gəlib dadına baxır. Dadına baxır deyəndə ki, balam bilir, hər dəfə eyni ərzaqlandır. Yerəm, yəni, sən də onu.
Ama içine bulaşmış. Allah'ım. Evet, o çok güzel. Prям, yoktu ağzımda. Kameran koymak olsaydı ağızda göstermiyor olardı ki. Koyursun ağzı. Gitti, yoktu. Süper. Belə deyim də istiyordu sarımsaqlı dondurma. Wow. Süper.